Baxın cəmaat millətə. Öz uşaqlar bir şey düz deyirlər. Qalacaqlar bu canlılar burada. Amma bilirəm ki, ölüb qalacaqlar. Yoxdur, yalan söhbətdir. Kəlbəcər gedib. Veriblər Kəlbəcəri. Erməni topu, tankı hamısı üstümüzə yerdi. Biz tək qaldıq. Bizim bir dənə texnika vuran qüvvəmiz yox idi. Başa düşsən? Aydın. Mən bilmirəm niyə, bax bu xalqın günahı nədir? Bu xalqı evlərindən, eşiklərindən, obalarından düzəlgin salırlar. Buna kim cavab verəcək? Quruqdayıq, hər tərəfimiz erməni alıb. Bambit eləməkdən başqa çarəsi yoxdur. Mühasirədədir da bugün. Mühasirədəyik, ayrı çarəmiz yoxdur. Mühasirədəyik, bambitdən başqa bizim çarəmiz yoxdur. Ancaq Bunu Allahın balasıdır milləti. Millət təcili sürətdə yola gəlməlidir. Allahı tanımalıdır, atananı tanımalıdır, böyüyü tanımalıdır, böyük kiçiyi tanımalıdır. Yaxşı, bu nədən yaranıb? Bu panika. Nədən yaranıb? Bu ancaq provokasiya, panika yayıblar. Erməni pərəstlər var burada. Burada erməni pərəstlər var, erməni yaşayır burada güclü miqdarda. Milləti erməni olan adamlar yaşayır, bir 20-dən, 30-dən. Ancaq bunlar provokasiya yayısı, məlumat verin müəyyən postlar. Görsən bura bekar çıxır, bura bayaqları qıra satdılar bura. Məlumat verirlər ki, falan yerəsin, falan yerəsin, falan yerəsin. O nöqtəyi nəzərlə ona görə ki... Sizin icra hakimiyyəti hardadır? Bizim icra hakimiyyəti biraz bundan qabaq burada olubdur. Qaçmayıb, yaxşı şeylər olur, eşirsən? Yox, satmaq söhbət yoxdur, ancaq bu an şeydir. Provokasiya, cəmaatı məsələsi başdan çıxartmaq müəyyən əvvəlcədən işlənmiş planlardır. Mən də bir də elə biləm, cəmaat məsələsinin başını burada danışır ki, bunu eləyən Bakıda vəzifə pərəstlərdir ki, məsələn, ikimizə vəzifəni çıxartmaq üçün bir işləri törədirlər burada. Cəmaat bax elə ki, elə danışır bu saat. Vəziyyət burada ortaya zaman elə biləm ki, Allah'ın da olsun bizim kəndi heç bir adamı tərpənməyib ki, yerindən. Deyir ki, əgər hadisə olar özümüzü öldürək və yaxud da ki, arvaslar da gedib burada posta durur. Mən özüm də indi bu dəqiqə qayıdan posta durmağa. İndi bazı mümkün qədəniz lazımdır ki, vermək lazımdır ki, qüvvət adı yaşın bəlkə çıxması və cəmasın az miqdarı deyil və kəndlər hamısı durur, yaşayır bu saat. Şəhərin özündən çıxırdı. Şəhərin hamısı geçələr çıxır, pullular çıxırdı geçələr hamısı. Geçələr, pullular geçələr çıxırdı, hamısı komünistlərin mafyasıdır, vəzifədən çıxanlar hamısı çıxır sabahı. Cəması küvlərlər çıxarsınlar. Qabaq raykomun şöbə müdürləri, raykomun işçiləri, idarə müdürləri, hamısı Bakıda ev alıb, Bakıda görüşmə konularla hamısı əlaqəlidir. Ev alıblar, indi Kəlbəcərdə onların biri də nə ailəsi, nə uşağı yoxdur burada. Ona görə də... Bir də mani olmur, nədir mani olmur? O kəsin satıb qayıdıb gediblər, oturublar Bakıda. Özlərinin malı var, pulu var, ev alıblar. Sizə kömək gəlib, gəlmir. Kömək gəlir, bizə kömək eləyirlər bu dəqiqə fakt. İskəndər Həmidov olmasa Kəlbəcəri çoxdan vermişdilər, getmişdir. Buradadır İskəndər. Buradadır İskəndər. Özü burada yoxdur. Bərdə Mirbəkir'in icra hakimi buradadır. Azərbaycan rəhbərləri harda ölüb? Hamısı oradan çağır çıxardı. Hamısı daşı burada. Bağıraçlar hamısı daşı. Qala burada yetirlərdi. Qala köşkün balalar. Burada geriye biz bak silahlayıp töküldü. Hamısı yola salmıştılar. Ben de çöker vermiyorlar. Neye göre çöker? Kardeş bari bak benim aynı önümde versaliyete getirdim. Sen kayda onu töktünler. Ailen geldi be param raylı. Çağır bak. Benim yer var. Gelsin gelip. Gelip yazılı kontrolüyor ona. Bak oğlum yetişiyor. Oğlum ya. Sana kurban oğlum. Bize kardeş gözü rastası yolu. Bir taraf gelsin hamısı gelir. Bak benim oğlum odur. Oğlum ne seriyor? Yaranı kaldasını da koyar. Bunu dünya miqyasına vermək lazımdır. Verəcək qardaş, verəcək. Dünya miqyasına. Kozanı gündə salırlar Kəlbəcəri. Satdılar torpağı. Şah bəs eləmədi, Xocalı bəs eləmədi, Laçın bəs eləmədi. İndi də Azərbaycanın
Gene hakarın verenler ermeninin eline. Hani o vicdansızlar. Vay bu kızlar kız gelinimiz geçsin hele geçmesin kardeş. Ben yapmıyorum. Bir tane yalvarsan da. Hayır gelme o calanı indiresen kenara dur. Hani şimdi baksa bunları yoksa mı kozunda kömeği elinde bize. Kömeği elinde. Buraya yığışmamışık ki kasabı bu koca karın çıktı. Öyle durma gelip ben seni göndereceğim. Biz buraya yığışmamışık. Ev yok ben de akşam geçsin çoğla kalsın. Geç kenarda. Kenara şaşıp koy kız yanı yola salar. Sizə icazə verilir. Yaxınlaşan kişinin başına bir dənə güllə vurmaq. Evləri dağıtın.